Yadınızdadsa keçən vlogumda özümə yeni telefon almışdım. Telefonuma belə bir 2 ədəd kabra almışam. Hal-hazırda bu kabranı istifadə edirəm. Xoşuma gəlir. Rəngini də göstərir deyənə. Bir də bu var. Bu da ki, mən kitab sevdiyimə görə bu kabranı da istifadə edəcəm. Daha bir 2 dəfə istifadə eləmişəm. Artıq telefon məndə 2 yoxsa 3 həftədir var. Sentyabrın 1 almışdım. Əslində kabranı niyə görə göstərməyə səbəbim nə idi? Bunu buradan 5 manat almışam. Bunu isə 4 yoxsa 5 manata AliExpress-dən almışam. Ona görə sizinlə bölüşmək istəyirəm ki, bəlkə istəsəz link qoyaram. Oradan sifariş verə bilərsiniz. Keyfiyyəti çox xoşuma gəlir. Qəşəngdir. Bu da qəşəngdir. Belə. Hələ ki, mən ümumiyyətlə kabra çox sevən insanam. Amma bu dəfə fikirləşirəm ki, bu ikisi ilə kifayətlənəcəm. Nə barədə? Nə vaxt məsəl üçün tutaq ki, bu artıq körlanıb və atıram gedir. Bunu istifadə edirəm. Və bunu istifadə edəndə dəyişik üçün bəlkə bir dənə də götürərəm gələcək günlərdə. Amma belə yığıb saxlamayacağım. Çünki hal-hazırda əlimdəki telefonun da nə qədər məndə kabrası var. Hava isə bugün buludludur. Dünən yağış yağırdı. Çəkməmişəm videosunu. Bildiyimə görə sabah da yağış yağacaq. Çünki hava dəhşətlidir. Belə əslində sentyabr havasıdır. Normaldır məncə belə olmağı. Günəş çıxacaq deyil ki, yay deyil ki, günəş çıxsın. Və bir də ki, McDonald's-da yeni Happy Meal-in kolleksiyasında yeni oyuncaqlar var. Onları almışam. Sizə onları da göstərim. Bu qızımın kolleksiyasıdır. Bax, bu yenidir. Bundan qabaqkilar bunlar idi. Və bu papağını daha çox gördüm TikTok'dan. Nəsə belə məşhurdur. Daha çox papağını alırlar. Mənim də qızım papağını sevdi. Bura sırf McDonald's-dan olan oyuncaqlarını qoyub. Əvvəllər belə kolleksiya olub, belə olub. Sonra bu olmuşdu yayda. Lap əvvəllər Minyon kolleksiyası olub. Bu da deyəsən qışdaydı, səhv eləmirəmsə. Ondan sonra deyəsən bu videosu bu idi, sonra bu idi, yadımdan çıxıb. Sonra belə McDonald's-ın öz oyuncaqları olan qutusu da belədir. Bir də axırıncı bunlar idi ikisi. Bundan sonra bu gəldi, BTS. Məndə də özümkilər buradadır. Daha doğrusu oğlum həmişə özünkini mənə verir. Mən də öz kitab rəfimə qoyuram, sevirəm, gözəl görsənir. Məndə də lap əvvəllər bu olmuşdu, bunu çox sevirəm. İndi isə bunlardır məndə. Daha doğrusu birinci bu mənimdir, bu isə oğlumundur. Çox şirindir, oğluma oxşatdığıma görə bunu götürdüm. Bizdə hələ ki 3 dənə kolleksiya, bilmirəm bir ay ərzində əgər McDonald's-a yolumuz düşsə, bəlkə aldıq. Düşməsə, heç nədə bu 2 dənə ilə kifayətlənirəm. Çünki mən elə də belə super kolleksiya hamısını yığmağı da belə bütçə baxımından çatdıra bilmərəm. Çünki başqa şeylər də alınır. Hər ay yeni kolleksiya gəlsə, bir dənə, 2 dənə olsa, iquşka bəsimizdir. Məsələn, bundan bizdə 2 dənədir. Biri qızımda var, biri də məndədir, beləsidir. Bu kolleksiyadan vəbşə bir dənə almışıq. Sonra bundan 2 dənədir. Biri qızımda, biri məndə. Bundan da qızımda da var, məndə də var. Hərdən elə olur ki, heç özümü almıram, uşaqları alıram. Bu da Mario seriyasından da Kinder'in çıxan iquşqalar. Məsələn, bu kolleksiyada biz McDonald's-a çox getməli olduq. Burada bir ikisi oğlumun, ikisi mənimdir. Elə bil ki, bununla bunlar mənimdir. Bunlar ikisi oğlumundur. Oğlum elə də çox həvəskar deyil. Bəyənir, sevir, amma iquşqaları məsələn öz polkasına qoymur. Deyirəm, amma sən qoy. Ona görə də onun iquşqalarının hamısı buradadır. Məsələn, bundan da çoxdur bizdə, 4 dənədir. Biri aşağıdadır. Onu da gətirin bura qoyun. Kitablarımı da görürsünüz. Belə. Hal-hazırda gedirəm uşaqlarımı şkoldan götürməyə. Bir sumkam, əqqaşlarım. Bu da mənim açarım. Yoldaşım Dubay'dan getirmişti bunları. Aksesuarlardan belə bir qızıl sepim, daha doğrusu brasletim. Bu da mənim qəşəng Pandora.
Hava bulutludur və biz də gecə-gecə mahnılara qulaq asa-asa aşkə gedək. Darıxmayaq.